Gəncə şəhərində piyada vurma hadisəsi olub. Hadisə şəhərin Poçtu qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, yolun qarşı tərəfinə keçmək istəyən 15 yaşlı Əziz Qurbanovu avtomobil vurub. Yaralı xəstəxanaya aparılan zaman dünyasını dəyişib. Piyadanın ölümü ilə bağlı bəzi detallar üzə çıxıb. Piyada şəhər sakini 2009-cu il təvəllüdlü Əziz Qurbanovu, həm yerlisi 1997-ci il təvəllüdlü Ələddin Fərzəliyev özünə məxsus Vaz 2107 minik avtomobili ilə qəsdən vuraraq öldürüb. İlkin məlumata əsasən hadisədən bir neçə saat öncə Qurbanov Fərzəliyevin avtomobilini qaçırıb. Buna görə də onlar arasında mübahisə yaranıb. Mübahisə zamanı Qurbanov Fərzəliyevin bud nahiyəsinə bıçaqla, sonra isə baş nahiyəsinə daşla vurub. Daha sonra Qurbanov hadisə yerindən uzaqlaşıb. Fərzəliyev öz avtomobilinə əyləşərək yolla gedən Qurbanovu vurub. Yolun kənarında olan evin hasarı ilə avtomobilin arasında qalan yeniyetmə ağır xəsarət alıb. O xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. Fərzəliyev hadisədən sonra könüllü polisə təslim olub. Faktla bağlı araşdırmalar davam etdirilir.